Bugün kadınlarımız Ərəblər kimi geyinir. Geyinməyənlər də Ərəb kadınları kimi göbək atırlar. Türk ailəsində Türk kadını baş tacı olur. Bizim mədəniyyətimizdə, adətimizdə, ənənəmizdə, dinimizdə belə şey olur. En yüksək şuur Türk şuurudur. Ərəbləşmisiniz. Bir də İslam ordusu yaradırlarmış. Yaxşı bir kəndir lazımdır ki, bir grup insanlar var Türkiye'de axmaq bir şuurla insanları aldadaraq yalancı güya səhi adına nağıllarla Peyğəmbər adına sırayırlar İslamlara adında, Müslümanlara adında koyurlar. İslam Müslümanları müdafiə belə şeylərə insanlar inanmıyor. İslam güzeldir. İslamın esas hedefi insandır. En şerefli varlık olan İslam'dır. İslam ne demektir? İslam en yüksek şuur, tefekkür demektir. En yüksek şuur, mükemmel insan demektir. Kur'an'ın hedefi budur. Bir insan özünü dərk etmirsə, onun İslam'dan danışmağa hakkı yok. İslam budur. Siz bunu təlqin edin. Həqiqətdən danışın. İnsanları özüne qaytarın. Türkləri Türklüğe qaytarın. Yoksa Bədəvi Ərəblərin adət və ənənələrini gətirib bu insanlara sırımayın.